Məzar daşlarının dizaynı və üzərində yazılan mətnlər tez-tez müzakirə mövzusuna çevrilir. Əvvəllər əsasən mərhumun adı, soyadı, doğum və vəfat tarixi qeyd olunurdusa, indi məzar daşlarında şeirlər, uzun təriflər, hədislər, hətta QR kodlara da rast gəlinir. Bu kodu telefonla oxutduqda mərhumun fotoları, videoları, həyat hekayəsi və ya sosial şəbəkə hesabı açılır. Bəs bütün bunlar dini baxımdan necə olmalıdır? Məzar daşlarının qoyuluşu ilə bağlı standartlar nələrdir? Məsələ ilə bağlı fikirlər birmənalı deyil. Bir qrup insan qəbir daşlarının sadə qoyulmasının tərəfdarıdır. Lakin bu daşların mərhumun şəxsiyyətini əks etdirməli olduğunu düşünənlər də var. Yox, şeir, meyir yazmaq ehtiyac yoxdur. Ancaq onun anadan olma tarixini, ölüm tarixini yazılsa yaxşıdır. O gələcək onun nəsli üçün biləriyyatdan çıxmaz da. Başqa orada şeir yazmaq, nə bilim, kimdən yadigar, kimdən belə şeylər. Mən ona pis baxıram. Məzar daşına şeir yazmaq, mənim fikrimcə, bir keçmişdən qalan adətənlər kimidir, mən müsbət yanaşıram. Yəni, kimdənsə abidə olduğumu bildirmək, yəni məsələn, qardaşlarından xatirə, bazılarından xatirə, məncə düzgündür. Yazmağa yaxşı, ya mən də çox gedəndə qəbirstanə zaten oxuyuram o şeirləri. Orada çox mənalı şeirlər var orada. Məzar üzərində ayə və hədis yazılması hallarına da rast gəlinir. Burada bir nüansı nəzərə almaq lazımdır ki, əgər Qurani Kərimdən ayə yazılırsa, həmin mətnə hörmətsizlik edilməməlidir. Məsələn, məzarın üstündə gəzmək, ayaq altına almaq və ya zamanla yazının silinərək natəmiz vəziyyətə düşməsi dini baxımdan uyğun hesab olunmur. İlahiyyatçı Tural İrfan deyir ki, həddindən artıq tərif, şişirdilmiş ifadələr və mərhumu idealizə edən yazılar isə İslamın təvazökarlıq prinsipinə uyğun deyil. Xüsusilə ən mərhəmətli insan, ən böyük ata kimi ifadələrin dini ölçüdə ehtiyatla işlədilməsi tövsiyə olunur. Bəzi məzarlıqlarda qəbir daşlarının üstünə müxtəlif şeirlər, müxtəlif sözlər, hətta bəzən də qərəzli ifadələr yazırlar ki, kim hansı səbəbdən dünyasını dəyişib və s. Bu da necə deyirlər, İslam dininə və bizim ənənələrimizə uyğun olmur. Məzarlıq insanın axirət aləmindən ibrət alması, ölümdən ibrət alması yeridir. Yəni, qəbirstanlıq təmtəraq və dəbdəbə yeri deyil. Ona görə də qəbirstanlıqda bu cür məzar daşlarına şeirlər yazmaq, digər aforizmlər qeyd etmək və yaxud da Qurani Kərimdən, hədisdən statlar gətirmək, bu da məqsədə uyğun deyil. Hazırda ölkəmizdə məzar daşlarının yazı məzmunu ilə bağlı vahid dövlət standartı mövcud deyil. Qaydalar daha çox qəbirstanlıqların daxili nizamnaməsinə əsasən tənzimlənir. Dini baxımdan əsas prinsip israfdan və nümayişkarlıqdan uzaq olmaqdır. QR kod məsələsində isə əgər məqsəd mərhumun xatirəsini yad etməkdirsə və burada dini baxımdan haram sayılan məqam yoxdursa, bu texniki yenilik kimi qiymətləndirilə bilər. Amma şəxsi həyatın ifşası, israf və ya riya məqsədi daşıyırsa, bu artıq mübahisəli məsələdir. İlahiyyatçı vurğuluyur ki, məzarın həddindən artıq dəbdəbəli hazırlanması, bahalı materiallardan istifadə edilməsi və yarış xarakteri alması İslamın ruhuna uyğun deyil. Çünki dinə görə insan dünyadan sadə şəkildə köçür və torpaqla eyniləşir. Ancaq insanların, vəfat etmiş adamların doğum tarixi, ölüm tarixi və tanınması üçün ad soyadları olması İslama uyğundur. Daha yaxşı olar ki, ümumiyyətlə şəkil də olmasın. Bir də bu son dövrlərdə müxtəlif green kodlar, müxtəlif necə deyirlər, müasirliklə əlaqədar olaraq müxtəlif məsələlər tətbiq olunur məzar daşlarına. Bu da qətiyyən yol verilməzdir. Bununla bağlı mən hesab edirəm ki, mütləq bir qanun qəbul olunmalıdır, standart məzar daşları olmalıdır. Həm dinimizə, milli adət-ənənələrimizə uyğun, həm də ki, bu israfçılıqdan, dəbdəbədən insanların çəkinməsi üçün. Vacib olan zahiri dəbdəbə deyil, mərhum üçün edilən dua və xeyirxah əməllərdir. Beləliklə, dini baxımdan məzar daşında əsas tələb sadəlik, hörmət və israfdan uzaq olmaqdır. Ayşən Sərdar qızı, Nizami Rəsulov, Üzeyir Ağayev, Xəbər Ertəsi.